həm sağlamlıq, həm gözəllik, həm də münasib. Qiymət. Bəli. Bax belə, verilişimizin baş sponsoru Kingə təşəkkürlər. Geyimimə görə həmişə olduğu kimi Zeybes XXL-ə təşəkkürlər bildirəm. Nə yaxşı Zeybes XXL var. Kök xanımların getməyə mağazası var. Yerləşir Bülbül məktəbinin arxası. Səadət sarayından üzbəüz 437 62 77 isə iş nömrələrdir, hörmətli tamaşaçılar. Elə bilin verilişimiz hələ sona yetib, çünki hələ bir mahnımız da olacaq. Sadəcə yeməklərin dadı haqqında istəyirəm soruşam. Necə sizdə əhval-ruhiyyə yaratdı? Gözəl. Baxın, bu faktdır da, sübutdur, axıra qədər. Doğrudan o heç nə qalmayıb. İkinci qabı da istəyirsinizsə əlavə eləyə bilərik. O artıq xətti keçə bilərəm. Amma mən bir şey deyim ki, doğrudan da o dediyiniz sözlər hamısı, yəni o tərif xətrinə deyilən sözlər deyilmiş. Doğrudan da ustad. Müəllim çox məhəttəl. Yox, doğrudan sözün həqiqi mənasında mən məhəttəl qaldım. Sözün həqiqi mənasında. Amma siz heç hələ özbək salatının dadına baxmamısınız. Onu yeyəndən sonra bu sözlər 2 qat olacaq. Çox sağ ol usta. Çox sağ ol. Bu gün doğrudan hörmətli tamaşaçılarımız. Bax 2 növ belə deyim də təamın öyrənməsini həm mən öyrəndim də, həm də sizlər inanıram ki, öyrəndiniz. Maraqlı olan bir özbək salatı. Adətən gözümüz örgəşib də qonaq gedəndə paytaxt salatı, mimoza, şuba. Paytaxt, mimoza, şuba. Axır adam bezir də, istəyir nəsə ağız dadında bir fərqlilik olsun. Belə başqa bir şərq sayağı egzotika belə deyək. Nə gözəl. Ay, görürsən necə sözlər bəzəyib düzür. Özü sənin yeməyinə xüsusi ad verdi, ailə sirri. Vallahi. Bu yeməyin adına ailə sirri. Möhkəmləndirən, xoşbəxtləşdirən, doğrudan da o inanın inciklik varsa, narazılıq varsa, cəmi bircə dəfə bu yeməyi, bu taamı hazırlasalar, mən inanıram ki, heç bir kişinin, Azərbaycan kişisinin, yəni ürəyi buna dözə bilməz. Dözə bilməz. Yaxşı mənada. Yaxşı mənada. Yəni o açarı o dəqiqə açılar. Və özbək salatda maraqlıdır. Deyim ki, az kalorilidir. Çünki onun içərisində elə bir, yəni mayonez də heç istəsəniz mən belə görürəm ki, əlavə etməyə də bilərsiniz. Heyva, dana əti, tam qırmızı, belə deyim də, tikə hissəsi, yağlı hissəsindən istifadə etmədi. Qoz ləpəsindən istifadə elədi. Heyvası, acı bibəri də böyründə, hörmətli tamaşaçılar. Bir daha Dərnəgül əyləncə mərkəzinə təşəkkürlərimi bildirirəm. Sizdən yoxdur, siz bir dənəsiz. Bunu mən demişəm. Və salam. Elmir bəy, çox sağ olun ki, bugün gəldiniz. Gəlin, tez-tez gəlin, çünki sizinlə ünsiyyətdə olmaq çox gözəldir. Siz çox sağ olun, siz var olun. Biz onsuz da hər gün sizlə təmasdayıq, baxırıq, izləyirik həmişə. Ona görə də siz də var olun həmişə bu pozitiv enerjinizi, günəş kimi o şüasını bütün bu əhalimiz, təkcə Azərbaycan, bütün dünya Azərbaycanlıların qapısını döysün evə. Çox sağ olun. Cavid, çox sağ ol. Amma səndən tam olaraq sağollaşmır. Çünki Cavid Mərdanlı oğlundan sonunda gözəl bir aşıq havası gələcək. Nə ifası olacaq? Mən təzə bir Azərbaycan mahnısı yazdırmışam və belə deyərdim, belə ilk səfərdə bu efirdə olacaq o mahnı. İnşallah dinləyə bilərsiniz. Aha, tamaşaçılar, sizlə sağollaşırıq, sizi öpürük, bağrımıza basırıq. Nə yaxşı ki, siz varsınız ki, biz hər səhər sizlərlə bax belə ünsiyyətdə oluruq. Təşəkkürlər və sazı götürsün görək aşıq nə deyirik bizə. Gəlin görək nə deyir. Gövhərli torpağı, gövhərli daşı, bol-bol sərbətinlə ucalır başın, ucadan ucalır ulu yandaşın. Ucadan ucalır ulu yandaşın, varlı torpağın Azərbaycanam, başkası qavrağın Azərbaycanam. Sərvi tək yollar boyunca, sərin suları
başında, Mingəçevirdə, yayın çılçırağı Azərbaycanam, xoş gəlsin əbrağın Azərbaycanam. Ay mehriban vətən, ay əziz vətən, ay mehriban vətən, ay əziz vətən, səndən min il yazsan yorulmaram mən, səndən min il yazsan yorulmaram mən. Gün o gün olsun ki aydan güneşdən, gün o gün olsun ki aydan güneşdən, yayılsın sorağı Azərbaycanam, xoş gəlsin əbrağın Azərbaycanam, yayılsın sorağı Azərbaycanam, xoş gəlsin əbrağın Azərbaycanam. Baş sponsor King Məişət Avadanlıqları, sponsorlar Tengdə Plus kapsulaları, Laçın Tibb Mərkəzi və təşkilati dəstək Badamlı Suları bizim aşçıdan dadlar proqramını təqdim etdi.